hürmet ediyersen ediyersen de. Ben sana onu ne diyeyim ki? Ha, bir de vururam. Dedene hürmet ediyersen ediyersen de. Ben sana onu ne diyeyim ki? Yenə də səhiyyə sahəsindən şikayət var. Bərdə rayon xəstəxanasının baş həkimi Vüsal həkimdən və şöbə müdürü Hafiz həkimdən Kəlbəcər rayon sakini Mamedov Əlzami Yunisoğlu kanalımıza şikayət ünvanlayıb. Media TV Azmedia qrupuna müraciət edən vətəndaş iddia edir ki, Bərdə rayon xəstəxanasının həkimləri məsuliyyəti öz üzərlərindən ataraq hüquq mühafizə orqanlarının üzərinə yönəldir. Mamedov onu da qeyd edir ki, həkimlər şirinlik adı ilə ondan rüşvət istəyir. Əlzami Mamedovu təqdim edirik, qarşı tərəfi dinləməyə hazırıq. Mən Mamedov Əlzami Yunisoğlu, Bərdə rayon Qaradalı kəndində yaşayıram. Bugünkü çıxış etməkdə məqsədim Bərdə rayon xəstəxanasının baş həkimi Vüsal həkimin yaratmaz qərəzli əməl və hərəkətlərinə, eyni ilə də diaqnostikada şöbə müdürü Hafiz həkimi, travmatoloq, yəni dünənlərin etibarnamə sözlər nümayəndəsi olduğu, yəni məhkəmədə, prokurorda iştirak edə bilməyim barədə etibarnamə olduğu bir halda övladının qılçı sınmışdır. Aparıblar xəstəxanaya. İlk öncə deməli Hafiz həkim bildirib ki, Liyazov nə aparatı var, o aparat gəlməsi üçün 1054 manat pul verilməli. Biz gelip baş üstə ödəyərik. Bundan həm də söhbət getdi, dedi ki, bəs mənə də hörmət eləyərsiniz. Siz təsəvvür edirsiniz, buyurun. Bax, bu həkimin xahiş eləmi yaxından çək bunu. Dedene hürmet ediyersen ediyersen de. Ben sana onu ne diyeyim ki? Ha, bir də vururam. Dedene hürmet ediyersen ediyersen de. Ben sana onu ne diyeyim ki? Burada da bizə nə hörmət eləyərsən deyil. Sual bəs, bir dəfə də, bir-iki il öncə də bacım oğlunun qılçı sınması ilə bağlı, 5 gün orada pula görə saxlayıb, pul istəməsi ilə bağlı səs yazıları versək də, təqdim etsək də, təbib ağır oturub, yüngül durub, tövbət verib. Həkimin yanında xəstə gedir, xəstəyə deyir ki, sizin atanız məndən şikayət eləmişdi, bəs mənə tövbət verdi. Hafiz, xatirindədir də, kimlər gəldi səndən xahiş elədi, əməlindən əl gətirdik. Hafiz, pul alma. İstəyirsən, səsin var, yazın var. Deməli, Hafiz həkim özü bilərəkdən resepti yazır, deyir, həmin avadanlığın gəlməsini qiymətləndirir, özü danışır. Bunun çəkilişləri var, yazıları var, ha. Sonra biləndə ki, mənim evladımdır, qərəzli olaraq bunu deyir. Mən heç bir kəsin, Hafiz həkim olsun, Vüsal olsun, onların şəxsiyyəti ilə mənim işim yoxdur. Hər birinin şəxsiyyətinə hörmətim var. İşlədikləri işi yaratmaz, rüşvətxor əməllərindən var. Korrupsiya qarşı mübarizə idarəsindən soruşuram. Bəs bunun işi oradadır, necə oldu? Niyə batıb, illərlə niyə yuvanır, niyə araşdırırsınız? Necə olur şəhid ailəsinə bir ağaç verən, yasına bir ağaç verənin, cinayətçi başlayıb 2 il ev tutaqlığı verirsiniz. Dünyanı dağılır, yüz minlərlə yeyintisi olanı belə başını sağlayırsınız. Bu nə deməkdir? Hətta orada həkim var, Züheyr həkim. Hafiz həkim böyründə oturur, yəqin, üzr istəyirəm, havadarlıq eləyir də. Orada deyir ki, gör ha, prokurorluq olmur. Prokurorluq mən inanmıram ki, deyək ki, sən xəstəyə bax. Mən buna inanmıram. Belə, Bərdə prokurorluq barəsində mən daim çıxış eləmişəm, yaxşıyam, mən nə demişəm, deyiləm və çəkinmirəm. Amma bugünkü gündə Hafiz doktorun yanında olan Üzeyir həkimin, əlində dəfələrlə xəstə ölən Üzeyir həkimin, İndi prokurorla nə acısı varsa yönəldi ki, prokuror qoyur. Prokuror deyir, Əlzaminin qızını, deyir, yavadanlığı alır, qızının qılçının, oğlunun qılçını sarmasına sən imkan verməyən, sarma. Onda bu travmatologiya bərdənə nəyə lazımdır? Niyə boş yer zanit edirsən? Niyə həmin vəzifəni zanit edirsən, əgər sən işin öhdəsindən gələ bilmirsənsə? Hafiz həkim Allahın birindən olsun bu işə görə bütün hüquq mühafizə orqanlarına müraciət etməklə var, sənin o hərəkətini şəxsən səni verəcəm məhkəməyə. Bunu bil. Ümidvaram ki, üzrütürəm ölkəmizin prezidentinə, cənab prezident, təbib yoxdur, yatıb. Respublika baş prokurorluğu demək olar ki, korrupsiya qarşı mübarizə idarəsi Vüsalın barəsində olan materialı araşdırmır. Xahiş edirəm, cənab prezident, ümidimiz sizədir. Bərdə səhiyyəsində olan bu qərəzli, bərbad, korrupsiyon əməllər, mən öz işimlə danışıram, başqa işim, olan hallar çünki səs yazısı da var, deyir, mənə nə hürmət eləyirsən eləyir. Barəsində qanuni tədbir görürsün ki, Hafiz doktor niyə belə eləyir? Üzeyir həkim orada böyrdə saflaşır.
Bunun prokuroruna nə alıb verəcəyi varsa bu aydınlaşdırılsın. Yəqin öyle bir şeyə görə prokuror onun barəsində qanuni tədbir görmək meyillidir ki, o yönəldir prokurorlar. Bir daha xahiş edirəm. Bunu da qeyd edeyim ki, deməli mənim qızıma sığorta olduğu halda, övladıma sığorta göndəriş verilməli olduğu halda uşaq Gəncəyə getsə də bunlar Bakıya göndərir. Sığorta kağızını verməyiblər ki, sığortadan istifadə edək. Çünki hər nə var, vətəndaş xərcə düşsün. Bax bunlar budur.